Çox təcili belə bir 3 otaqlı mənzilimiz çıxıb satışa dostlar. Hər vaxtınız xeyir olsun. Qısa bir video ilə mənzilimizin hal-hazırda qonaq otağından çəkilişi başladım. Gördüyünüz kimi mənzildə belə çox qonaq otağıdır. Qonaq otağında belə bir əşyalar toplanmışdır. Çünki ev sahibi başqa işlə əlaqədar köç etmişdir. Digər bir sahəyə, buradan bir uzaq yerə. Ona görə də onun veşləri hal-hazırda bax burada qonaq otağında toplanmışdır. Keçirik əsas məsələyə. Mənzilimizin ümumi sahəsi 121 kvadrat metrdir. Kupçada isə 101 qeyd olunub dostlar. Bura mənzilin giriş qapısıdır. Qapımız sef qapı ilə əvəz edilmişdir. Mənzilimiz bir neçə il bundan qabaq yüksək peşəkar ustalar tərəfindən təmir olunmuşdur. Hal-hazırda özünüz də görürsünüz. Gözəl təmiri var və bahalı əşyalarla təchiz edilmişdir. Hal-hazırda ev sahibi tərəfindən evimiz nə görürsünüzsə bütün əşyalarla birlikdə satılır. Bura evimizin dəhlizidir. Sağ tərəfdə belə birinci qapıya daxil olduqda sanitar qovşağı. Bura isə hamam hissəsidir. Görürsünüz. Su, işıq, qaz var, daimidir, təchiz olunmuşdur. Burası mənzilimizin belə bir mətbəx hissəsini var, görürsünüz. Mətbəx hissəsi bahalı mebellərdən ibarətdir. Tam boya-baş yığılmışdır. İşıq, qaz, su daimidir mənzilimizdə. Mətbəxdə bütün təchizatlar var, aksesuarlar quraşdırılıb. Tam işləş vəziyyətdədir. Buradan mətbəxdən pəncərəyə, çölə, göl görünüşü vardır. Hal-hazırda görürsünüz, belə gözəl mənzərəsi var. Evdə nə görürsünüzsə hamısı qalacaqdır. Çünki ev sahibi uzaq köç edib və bütün əşyaları ilə birlikdə bu mənzili satır. Bura isə deməli dəhliz hissədən sağ tərəfdə belə bir yataq otağı mövcuddur. Görürsünüz, bahalı mebellər təchiz olunub. Hamısı nə görürsünüzsə burada qalacaqdır. Kondisioner, mebellər və digər bütün əşyalar göründüyü kimi hamısı mənzildə qalacaqdır. İkinci digər yataq otağı isə sizə təqdim edirəm. Buyurun. Belə bir yataq otağı var. Bura uşaq otağı da demək olar, uşaq yataq otağı və mənzildə nə görürsünüzsə kondisionerdən tutmuş hər bir əşya mənzildə qalacaqdır. Dostlar, bir daha təkrar edirəm, mənzilimiz 3 otaqdan ibarətdir. Kupçası var, kupçada 101 kvadrat görünür. Lakin ev sahibinin deməsinə görə 121 kvadratdır. Evimiz tam əşyalı satılır. Ev sahibi tərəfindən ilkin olaraq evimizin qiyməti 175 min manat təyin edilmişdir. Kimə maraqlıdır, profildə nömrəmiz var. Zəng vurun. Biz sizə ev haqqında daha bir məlumat verək və real alıcı üçün ev sahibi tərəfindən endirim olacaqdır. Sağ olun, Allah alana da satana da xeyir versin.